Salamlar hamıya. Hər vaxtınız xeyir. Gəlmişəm Almatıya, burada da mənəm. Salamlar. Gəlmişəm Almatıya, Qazaxstana. Gəlmişkən buradan da istəyirəm bir dənə video çəkim. Yekaterinburqda olduğu kimi nisbətən qısa ola bilər, amma uzun da ola bilər. Baxır çəkə biləcəyim şəraitə, baxır müddətə, baxır getdiyim yerlərə mümkün qədər çəkməyə çalışacağam. Hal-hazırda gəlmişik burada Qazaxstanın mərkəzi muzeyinin yanındayıq. İndi qabaq hissədən də çəkib göstərəcəm. Dedim bir açılış verim buralardaykən. İlk izlənim Qazaxstan ümumilikdə bilmirəm, amma Almatı həddən artıq yaşıllıqdır. Onu deyə bilərəm. Hər yer yaşıllıqdır. Hələ ki ilk izlənimdə bir dənə bu var. Amma gəzdikcə qalan yerlərində nətər deyərlər. Bir fikrim bildirərəm, yavaş-yavaş incələməyə çalışaram ki, görüm nə qədər xoşumuza gələcək, nə qədər xoşumuza gəlməyəcək. Onun da fikrini siz bildirərsiniz. Hər yerdə belə parklar var. Bir də qəşəng güllü yerlər var. İndi oraları da mümkün qədər çəkib göstərəcəm sizə. Maraqlı. Deməli, bura siqnal verirlər. Bizdəki qədər yoxdur, amma burada da verirlər siqnal. Bura Qazaxstanın mərkəzi muzeyidir. Keçən il bura gələndə içəriyə girmişdim, amma video çəkə bilməmişdim. Ümumiyyətlə keçən il uzun video çəkməmişdim. Biraz vaxt məhdudiyyəti var idi. Belə bir yerdir. Qabağında da yaşıllıqlar, ağaclıqlar, qəşəng yerlər. İçinə bugün bilmirəm girərik yoxsa yox. Bəlkə də başqa gün gəlsə girsək, yenə oranda çalışaram çəkim. Amma belə bir yerdir, qəşəng. Böyük binadır, indi kamerada bilmirəm nə qədər çox görünür. Yanındakı insanlara nisbətdə bilmək olur. Belə bir yerdir. Mərkəzi küçələrlə gedirik, qabaqda dram teatrı olmalıdır. Bu binadır ya yox bilmirəm, amma burada çox maraqlı belə bir ev var. Evdir deyəsən. Sonra qabaqda, ondan qabaqda katedral olmalıdır, kilisə. Sonra bu mərkəzi mosk deyirəm. Məscid olmalıdır. Həmin yerlərə baxmağa gedirik. İkisi də deyəsən kilisə də məscid də ikisi də deyəsən mərkəzidir. Almatının mərkəzi kilsəsi məscidi. Burada Qazaxstanın ən böyük şəhəridir deyə həm də nətər deyirlər, ekonomik mədəni olaraq da mərkəzi sayılır Qazaxstan. Ona görə çox şeyin mərkəzi olanları buradadır. Paytaxt Astanadır, amma mərkəzi şeylərin çoxu burada yerləşir. Belə yaşılımız yanında keçək. Burada ümumiyyətlə keçid mədəniyyətdə çox yaxşıdır. Çox rahat yol verirlər. Çox yaxşı formada gözləyirlər. Xəttdən arxada gözləyirlər. Siqnal verən olmur. O hissəsi çox yaxşıdır. Gəldik, çatdıq kilsənin ətrafına. Burada böyük bir park salıblar kilsənin ətrafında. Kilsəni indi göstərəcəm. Çox qəşəng, çox maraqlıdır, çox xoşuma gəldi. Hələ ki burada gördüyüm ən qəşəng bir şeylərdəndir. Belə. Burada gitara çalan dayı var. Burada kilsə var. Tarix haqqında çox məlumatım yoxdur deyə çox verə bilməyəcəm. Amma bildiyim qədərilə buradakı mərkəzi kilsədir, yəni katedral statusundadır. İçinə bilmirəm girmək olur ya yox. Olursa əgər orada girib çəkməyə çalışacağam. Varsa əgər. Əgər yoxdursa da heç nə. Çöldən hələ ki baxacaq. Yanında da belə balaca bir yer var. Bilmirəm nədir. Məscidə oxşuyur günbəzindən, amma deyəsən məscid deyil. Yaxınlarda bir neçə dənə heykəllər, bir neçə dənə başqa abidələr də olmalıdır. Biz mərkəzi küçə ilə gəldik. Burada da 45-45 müharibəsində deyəsən ölənlər üçün xatirə nəyisə qoyublar. Neysə, indi buraları biraz da gəzəcəyik. Görüm yenə çəkməyə dəyər bir şey olsa sizə də göstərəcəm. Qalan şeylərdən də davam eləyəcəyik irəliyə doğru. Buralara keçən il gəlməmişdi, elə yaxşı ki bu il gəlmişkən elə çəkmiş olacam həm də. Belə. Gəlmişik kilsənin arxa tərəfinə, burada çoxlu göyərsinlər var. İnsanlardan da qorxmurlar, hamı yedizdirir.
Deyirəm, istəsəydim elə bir şey tutuzdura bilməzdim. Quşlarımızı birdən-birə başladılar uçmağa. Zaman başladı qışqırışmağa. Gedirik kilsəyə girməyə. Görək girə biləcək yoxsa yox. Görək içəridə nə var. Bu qapıdan içəriyə doğru getməliyik. Bax buradan. Gəlmişik kilsənin içinə. Burada çox danışmağa, çəkiliş eləməyə icazə yoxdur. Birtəhər mümkün qədər sizə göstərməyə çalışıram. Belə bir yerdə şəkillərdən də qoyaram yenə. Növbəti gündən salamlar, səhv eləmirəmsə bura. Ordunun idman hissəsidir. Dinamo deyirlər, nə deyirlər, oranın stadionunda. Burada uşaqlar oynayırlar, məşqlər keçirlər. Biz də burada gəlmişdik məşq eləməyə. Düzdür, futboldan yox, biz içəridəki zaldaydıq. Belə. Dedim, buraları da göstərim sizə. Bilmirəm, heç burada çəkiliş eləməyə icazə var yox, amma yenə də eləyirəm. Kilsədəki vəziyyətdir burada da. Bir daha salamlar. Çıxmışıq indi. Növbəti gündə 2 gün ortada baş qarışıq oldu. İndi bir gündə gəzməyə vaxtımız var. Burada Göktəpədir, nədir belə deyilən bir yer var. Göktəpədir, nədir belə bir şey. Gedirik o hissəyə. İndi kanatça dolmalı, yuxarıya qalxacaq dağın üstünə. Oranı da mümkün qədər çəkib göstərməyə çalışacağım. Hələ ki bu qədər. Yaxşı geniş küçələri var. Hər yerdə yaşıllıqdır, ağaclıqdır. Piyada səki hissəsi də yaxşıdır. Piyada səki hissəsi də yaxşıdır. Hissələri də yaxşıdır. Çox adam da velosipedlər, skuterlər, zatlar sürür. Maraqlıdır, hava da istidir. Aprelin axırlarına yaxındır. 30 dərəcədən yuxarıda hava. Portağal maşın. Ya da nardı, dəqiq bilmirəm. Gedirik ora. Oradan kanata minib qalxacaq dağın üstünə. Qazaxıstan otelinin binasıdır. Hündür bir dənə binadır. Gecələr geçən görünür, işıqlı zatlı görüm. Gecə görsəm şəklini çəkib göstərərəm. Gəlmişik buralara. Restoranlar, Starbucks var o yanda. Burger King var idi. Orada da belə bir bina var. Gedirik ora bəli. Dediyim həmin bina. Buradan daha yaxşı görünür. Və gəldik, çatdıq dağın üstünə. Çox gözəl yerdir. Kanatın getdiyi yerdən gəlmişik yuxarıya doğru. Çox qəşəng mənzərə var burada. Bütün şəhər görünür. Deməli, kanatın ətraf hissələrində burada telegüllər də var. Uzaq yerdə də burası hündürdür deyə görünür. Hələ restoranlar, zatlar var, yaxşı mənzərə var. Keçmişdim o göy hissəyə. Oradan icazə vermədilər. Çəkməyə dedilər, buradan kanat keçir üstündən, ona görə bu hissəyə gəldim. Məndəki görünən yer olsun. Hava istidir, gün də vurur, telefonu qızdırır. Biraz görüntülərimdə donuqluq yaranmağa başlayıb. Mümkün qədər yenə də çalışıram ki, göstərim. Bayaqki aşağıda göstərdiyim otel binasıdır. Şəhərin mənzərəsidir. Arxa fonda da hündür dağlar var, onlar da yaxşı görünür. Elə bura gəlmişkən qiymətlərini də deyim. Deməli, gəlib qayıtmağa adam başı təxminən 20 manat oldu. 6000. Buranın da pulu ilə 300 təngi bizim pulla 1 manat edir. Randa hesablayanda təxminən 20 manat edir. 20 manata gəlmək, qayıtmaq. İndi buradakı heç nə eləməmişik ya da buradakı şeylərin bilmirəm qiymətləri necədir. Yəqin ki ucuz olmaz amma turistik yer olduğunu nəzərə alsaq. Həmin yerdən sol tərəfdən gəldik, aşağı ilə yuxarıda da yer var idi, ora getməmişik. Burada suvenirlər, zatlar satırlar, oyunlar, zatlar var. İndi bu yoldan gedirik, görək axır ara gedir, çıxır.
Burada da ateş səsi verirlər. Burada qorxulu şeylər var. Rusları bilmirəm deyə başa da düşmürəm nədir. Bundan həmişə yoxlamaq istəmişəm, amma heç vaxt eləməmişəm. Bilmirəm, eləyə bilərəm, yoxsa yox. Burada roller coaster fason bir şey var. Bilmirəm nə boydadır. Aşağı hissəsi də var idi deyəsən, bilmirəm bu odur yoxsa yox. Burada Madagaskar var. Elə şeylər həm də park kimi eləyiblər. Yuxarı hissənə əyləncə park. Aşağıdan baxanda çox da görünmür, ancaq o çarx fason şey var, girişdə böyük, o görünür. Qalan şeylər görünmür amma. Burada da var. Belə şeylər var. Qiymətlər də pis deyil, ucuzdur. Şeydə suvenir olur, xaladenik üstünə zələ yapışdırmağa. O şeylər 1 manat ətrafı damısı, yəni pis deyil. Turistik olmasına baxmayaraq pis deyildir. Düzdür, bu bilmirəm atraksiyonlar neçədir. Amma məncə o qədər də baha olmaz. Nasıl istifadə eləsəm, qiymətinə baxıb deyərəm sizə. Görüm neçədir. Bu hissədən gəldik bura doğru. Burada mini zoopark var, balaca. Qəşəng yaşıllıqdır. Yenə gələ burada nə var maraqlı. Kletkaların çoxu boşdur görək. Burada tovuz quşu var. Şeyi açmayıb, qanatlarını açmayıb ki, baxaq. Amma yenə də qəşəngdir. Belə bir şeydir. Bu yanda da maraqlı toyuqlar var. Rəngləri qəribədir. Amma gəlirlər. Çox maraqlı rəngləri var. Elə çox xüsusi fərqli bir şey yoxdur. Toyuq düz azaddır burada çoxlu. Burası tərəfdə də deyəsən nələrsə var, amma görünmür. Hərəsi bir tərəfdədir. Balaca keçi quzu. Burada belə şeylər var. Bilmirəm, oyun üçündür mü yoxsa nə üçündür, amma bağlıdır. Burada combul qoyunlar var, istidən hamısı. Uzanıblar, gözləyirlər ki, axşam düşsün. Buna minəsi olmadım vaxtla əlaqəli, amma yarıda qiymət yazılmışdı, 2500 tengiyədir qiyməti. Aradasa 8 manatdan biraz çox edir. Nisbətən bahadır, amma maraqlı şey oxşayır. Minə bilmədim deyə bilmirəm, dəyər yoxsa yox. Bu şeyləri indi başa düşdüyü şeydə kassada var idi. Fərqli şeylərdir, nətər deyirlər, parkurlar. Bunlardan keçirsən, hərəsində öz qiyməti var, belə üstdən keçməli zatdır. Bağlayırlar yuxarıdakı trosa. Oradan da keçməyə çalışırsan, bitirməyə çalışırsan, belə bir şeylərdir. İndi bura girmək qərarı aldıq. Güzgülü labirint nədir bura? Görək nə var. Yolumuzu tapmağa çalışırıq burada indi. Salam. Burada ne var? Akvaryum. Plyonka səsləri gəlir sizə yəqin ki, çünki əlcək veriblər. Parmaq izləri düşməsin deyə. Düzdür, bir-iki yerdən cırılıb, amma əsas adı parmaqlarım açıqda deyil. Çıxdıq çölə. Adam başı 10 manat. Belə pis deyildi. Gedərək biraz kafede oturaq. Çaydan sudan içək, biraz yorulduq.
Burada da Lamborghini var, bəli. Bilmirəm kimə maraqlıdır. Məsəl üçün. Есть гора тоже одна, туда озеро, так сказать, Гёйгер озеро и Марал-Гёй озеро. Значит, Марал-Гёй озеро скоро поднимается. Növbəti gündən salamlar. Deməli Medevaya gedirik. Burada dağın üstündə qış olimpiya mərkəzidir yoxsa nəsə belə bir yerdir. Qış vaxtı getmək olmur, çox soyuq olur. Şəhərdən gəlmişik 1-15 kilometr kimi. İndi buradan kanatlara minəcəyik. Bu gördüyünüz yolla gedəcəyik. Dağların içi ilə gedib çıxacaq ora. Görüm yolda da biraz video çəkdim. Mümkün qədər sizə də göstərməyə çalışacağam. Gedirik yenə kanata minməyə. Deməli, mindik kanata gəldik birinci stansiyamıza. Burada qar var. Temperatur yaxşıdır, 20-25 dərəcə var, amma qar əriməyib, nə qədər qalın olsa. Belə bir yerlər var burada, insanlar var. Və türmədir deyəsən, buradan düşdü. İndi deyəsən növbətiyə minəcəyik və yaxud da minməyəcəyik, orasını bilmirəm. Belə şeylər, bir dənə sağa, bir dənə sola kanat gedir buradan. Lap yuxarıya doğru gedir. Elə bilirdim ki, bunlara minəcək, sevinmişdim. Elə bildim yuxarıya gedəcək. Amma deyəsən minməyəcək, yuxarıda deyirlər, hava yaxşı deyil, çox da Xizə üçün Zadora gedirlər. Biz o hissəyə getməyəcək, elə bu hissələrə gəlmişik. Hava nisbətən daha sərindir, bir 5-10 dərəcə fərq var. Amma o qədər də soyuq deyil, aşağıda 30-35 dərəcə idi, burada da bir 20-25 olar. Qəşəngdir. Yuxarıda paraşütlər var burada, paraşütlə süzülürlər. Bir dənə də burada var. Aşağıdan da suyun səsi gəlir, qar hələ də əriyir, axır. Bu hissələrdən. O bir tərəfdə də gölməçələr, zadlar yaranıb. Yuxarı bütün qar gəlir aşağı. Buradan aşağıda qar yoxdur. Aparatlar işləyir, orada bayaq traktor fason bir şey var idi, o sıyırırdı bütün qarı. Arxada da dağlardır. Bunlar Himalay dağlarının başlanğıc hissəsidir, hələ balacalarıdır. Amma yenə də çox böyük görünür yaxından. Və Sabitçi qardaşla bir yerdə gedirik, üzü yuxarı. Burada bir dənə açıqlıq var. Qəşəng mənzərəsi var. Görkəzmi. Gəldik aşağıya doğru biraz. Deməli, məlumat üçün deyim ki, bura təxminən 3200-3300 metr hündürlükdədir. Və bu yuxarıdakı dağlar da, zirvələr də təxminən 5000-6000 metrdir. Yəni ki, Azərbaycandakıların hamısından hündürdür. Biz olduğumuz yer isə Talış dağlarından hündürdədir. Orada hardasa 2800-2900-ə qədər dağlar var. Bura onların hamısından hündürdür. Bizdə olan dağların hamısından hündürdür. Himalay dağlarıdır da, buradan Himalay dağları başlayır, ona görə də çox hündürdür. Burada qəşəng evlər var. Otellərdir deyəsən. Burada quşlar, zadlar var. Burada bir neçə yerdə gördüm, qartal saxlayırlar. Gözlərini zadın bağlayırlar ki, uçmasın, qaçmasın, şəkil zad çəkdirirlər ondan. Amma pulu ilə. Biraz adamın yazığı gəlir, amma nə bilim. Hər yerdə belədir. Şeydə də görmüşdük o... Sərgiyə getmişdik, Qətər sərgisi idi, səhv eləmirəmsə. Orada da eyni cür, eyni şeydən istifadə edirdilər. Belə şeylər üzrə qayıtmağa doğru gedirik, yavaş-yavaş. Burada da bir dənə mənzərəli yer var. Gedim çıxım ora, görüm orada nə var. Oranı da göstərim, yəqin sonracı qaydacaq. Bu tərəf kanatın giriş-çıxış nöqtəsidir. Buradan gedir belə. Biz gəlmişik orada aşağıdan.
Belə. Ki burada bilmirəm videoda görünür yoxsa yox, cücülər var burada çoxlu deyil. Bəziləri görünür. Şeydə bizdə də var, bəzi dağlıq yerlərdə mığ-mığa zad deyirlər, balaca cücülər adamın gözünə, qulağına zada girir, biraz bezdirir olar adam. Amma mənzərəyə görə dəyər. Biletimiz. Давайте дальше, ребята, вы в шестером, и потом мы. Belə bu qədər. Gəldik aşağı yarıcı, çatdıq. Kanatdan düşdük, gəldik bura. Belə istəyirəm videonu burada yekunlaşdırım. Birazdan uca təyyarəyə gedəcək. Qaydacıq Bakıya. Üstünə, bu da mənim oldu Almatı gəzintim. Siz də özümlə gəzdirdim. Mümkün qədər getdiyim yerləri sizə də göstərməyə çalışdım. Zooparka bir dənə getmədik, orada getmək istəyirdim, amma vaxtımız çatmadı. Belə. Qəşəngdir. Gəlməyə, görməyə dəyər çoxlu şeylər var eləməyə, dağla bağlı. Şəhərin içində də gəzməli, görməli yerlər var. Sizə də göstərməyə çalışdım gördüyüm qədərilə. Belə. Kanala abunə olmağı yaddan çıxartmayın. Videonu da bəyənin əgər bəyəndinizsə. Başqa fikirləriniz varsa şərhlərdə gözləyirəm. Belə siz də öz fikirlərinizi yazarsınız, nə düşünürsünüz bura haqqında. Mənim də fikirlərimi mümkün qədər deməyə çalışdım. Bir dənə deyəsən qiymətlərlə bağlı nəsə deməmişəm. O da ki, belə deyim də Bakıdan ucuzdur. Yəni ümumilikdə belə deyə bilərəm. Nisbətən 20-30% daha ucuzdur. Marketdəki şeylər də, digər şeylər də o qədər baha deyil. Kanatlar 10 manat, 15 manatdır ortalama. Belə. Sağ olun, bu videodan bu qədər. Hələlik növbəti videolarda görüşərik.